Yaş məsələləri. 1. Nazimin 8 yaşı olanda Nigarın 14 yaşı olacaq. Nigar ilə Nazimin yaşları fərqini tapın. Nazim 8 yaşı olanda deyir Nigarın 14 yaşı olacaq. Yaşlar artdıqca yaş fərqləri dəyişmir. 14-dən çıxırıq 8 bərabər 6. Deməli 6 yaş fərqi olacaq. C variantı. Aysel, Aygül və İlahənin yaşları cəmi 58-dir. 5 il əvvəlki yaşları cəmi neçə olub? Deməli Aysel, Aygül, İlahə. Yaşları cəmi 58-dir. 5 il əvvəl, burada da çıx 5. Hərəsindən çıx 5, çıx 5. Yəni hər üçündən 5 il çıxmalıyıq ki, 5 il əvvəlki yaşları cəmi tapaq. İndiki yaşları cəmi 58-dir. 5 il əvvəlki yaşları cəmi olar 3 vur 5 çıxacaq. 3 nəfərdir deyə hər üçündən 5-i çıxırıq. Onda olacaq 58 çıx 15. Bu da bizə 43 verir. Deməli, əvvəlki yaşları cəmi olacaq 43. B variantı. 3. 13 il əvvəl Həsən 7 yaşında idi. 9 il sonra Murad 21 yaşında olacaq. Bugün onların yaşları cəmi nə qədərdir? Deməli, üçüncüdə. 13 il əvvəl Həsən 7 yaşında idisə, indi Həsənin neçə yaşı var? 13 + 7, 20 yaşı var. 9 il sonra Murad 21 yaşında olacaqsa, indi bu Həsəndir. 9 il sonra 21 yaş olacaqsa, indi 21 çıx 9. Yəni 12 yaşı var indi. Demək, Muradın da indi 12 yaşı var. Deyir, bugün onların yaşları cəmi nə qədərdir? Bugün, yəni indi. Həsəndə 20-dir indi, Muradda da 12. Yaşları cəmini istəyir, olacaq 32. 32 bizdə A variantına uyğundur. 4-də ata oğlundan 27 yaş böyükdür. 13 ildən sonra onların arasında yaş fərqi neçə olacaq? 13 ildən sonra da onlar arasında yaş fərqi 27 yaş olacaq. Çünki yaş fərqi dəyişmir. İllər keçdikcə yaş fərqi olduğu kimi qalır. 13 ildən sonra, 20 ildən sonra, 30 ildən sonra yenə ata oğuldan 27 yaş böyük olacaq. Ona görə 27 olacaq. Y variantı. 5-də Nigarın 5 il əvvəlki yaşı 12 idi. Nigarın 5 il əvvəlki yaşı 12 idisə, indi tapırıq. Nigarın indi neçə yaşı var? 12 üstə gəl 5. İndi 17 yaşı var Nigarın. Deyir, 6 il sonra onun neçə yaşı olacaq? İndi 17 yaşı varsa, 6 il sonra olacaq 17 üstə gəl 6. Yəni 23 yaşı olacaq. Bu da bizdə Y variantına uyğundur. 6-cı. Xəyalın 13 il əvvəl 14 yaşı var idi. 15 il sonra Xəyalın neçə yaşı olacaq? Yenə əvvəl indiki yaşı tapırıq. Xəyalın indiki yaşı. Deyir, 13 il əvvəl 14 yaşı var idisə, indi artıq bu 13 il keçib indi olub. Olacaq 27. O indidir. İndi 27 yaşı var. 15 il sonra Xəyalın neçə yaşı olar? 27 üstə gəl 15. Bu da olacaq 42. Demək, Xəyalın 15 il sonra 42 yaşı olacaq. Bu da B variantına uyğundur. Sonra 7-də
3 il əvvəl Ömər, Azər və Muradın yaşları cəmi 47 idi. 3 il əvvəl Ömər, Azər, Murad. 3 il əvvəl. İndini tapmaq üçün hər üçündə. Hər üçünə 3 il əlavə edəcək. 3 il əvvəl, indi isə 3 il sonradır. 3 il əvvəl cəm 47 idisə, indi nə olacaq? 47 üstə gəl, 3 vur, bu 3. Yəni 47 üstə gəl, 9. Bu da bizə verir 56. İndi hal-hazırda indini tapdıq. İndi 56 yaş olacaq onların yaşları cəmi. Deyir 3 il sonra onların yaşları cəmi neçə olur? 3 il sonra yenə üstünə 3 gələcək. Yenə olacaq 56 üstə gəl 3 nəfərdir. Hər üçünün 3 il sonra yaşları cəmini istəyir. Olacaq 56 üstə gəl 9. Bu da bərabərdir 65. Deməli olacaq 65 D variantına uyğundur. 7-də 65 D variantı. 8. Günayın 28 yaşı var və o Aytəndən 2 dəfə böyükdür. Günayın hal-hazırda 28 yaşı var və Günay Aytəndən 2 dəfə böyükdür. Aytən nədir? Günaydan 2 dəfə kiçikdir. Yəni neçə yaşı var? 28 bölü 2, 14 yaşı var Aytənin. Günayın 40 yaşı olanda Aytənin neçə yaşı olacaq? Deməli bunların yaşları fərqi neçədir? 14'dür. 28 çıx 14. Yəni Günayın yaşından çıxırıq Aytənin yaşını. Yaş fərqi tapırıq. 14 yaş fərqi. İndi Günayın 40 yaşı olanda, Günayın 40 yaşı olanda Aytənin neçə yaşı olur? Onda Aytənin də olacaq 40 üstə gəl. Yaş fərqi 14. 40 çıx 14. Çünki Aytən kiçik idi də 14 yaş. Bu da olacaq 26. Deməli Aytənin yaşı olacaq 26. Bu da bizə verəcək A variantı. Sonra 9. Ata ilə oğlun yaşları fərqi 26'dır. 8 il sonra onların yaşları fərqi neçə olacaq? Yaş fərqi 2 nəfər var. Yaş fərqi dəyişmir. Neçə il keçsə də, 15 il keçsə də yaş fərqi də 26 olaraq qalacaq. Deməli A variantına uyğundur 9'dan. Ona baxırıq. Ata ilə 3 uşağının yaşları cəmi 60'dır. Neçə il sonra ata ilə uşaqların yaşları cəmi 72 olar. Atadır. Sonra 3 uşaqdır. Yaşları cəmi 60'dır. Neçə il sonra ata ilə uşaqların yaşları cəmi? Neçə il sonra, yəni atanın da üstünə bir dənə x gəlirik. 3 dənə uşağın da üstünə 3x gəlirik. Uşaqların da üstünə olur. 3 uşağı yazaq bir dənə B kimi. Deməli B də olacaq. B üstə gəl. Neçə x? 3x. Çünki 3 uşağı deyir. Neçə il sonra ata ilə uşaqların yaşları cəmi 72 olar. Deməli burada ata və uşaqların cəmi 60'dır. 60 üstə gəl. X üstə gəl 3x, 4x bərabər 72. Bu x yaşlı ildir, il. Deməli 4x bərabərdir 72'dən 60 çıxanda 12. X də bərabərdir 3. Deməli 3 il sonra ata ilə uşaqların yaşları cəmi 72 olacaq. Bu da bizə verir 3 B variantına uyğundur. Sonra 11. 4 il əvvəl ata ilə oğlun yaşları fərqi 32 idi. 6 il sonra onların yaşları fərqi neçə olacaq? Əvvəlcə indiki yaşlarını tapmalıyıq.
4 il əvvəl ata ilə oğul 2 nəfərdir. 4 il əvvəldirsə, indi olacaq 4 il sonra. Yəni, bir dəfə atanın yaşının üstünə 4 il gəlirik və oğlun yaşının üstünə 4 il gəlirik. 6 isə onların yaşları fərqi. Yaşları fərqi ilə eyni olacaqdır. Neçə il keçməsinə baxmayaraq, yaş fərqi heç vaxt dəyişmir. 32 olacaq. 10 ildə keçsə, 15 ildə keçsə, yaş fərqi dəyişməyəcək. Ona görə elə B variantıdır. 32. Sonra 12-də bacı və qardaşın yaşları cəmi 12-dir. 2 nəfərdir. Bacı və qardaş yaşları cəmi 12-dir. 3 il sonra olan yaşları cəmi neçə olacaq? 3 il sonra bacının da üstünə 3 gəlinəcək. Qardaşın da üstünə 3 gəlinəcək. Çünki hər ikincisində 3 yaş artım olacaq. 3 il sonra olan yaşları cəmi neçə olacaq? Deməli, bacı ilə qardaşı verib 12. Üstə gəl 3 üstə gəl 6. Bərabərdir 18. Deməli, olacaq 18 D variantı. 13-ə baxaq. Ömər ilə Nərminin yaşlarının cəmi 31-dir. 10 il sonra olan yaşları cəmi neçə olacaq? Burada da belə. Ömər ilə Nərmin 2 nəfərdir. Ömər, üstə gəl Nərmin. Yaşları cəmi 31-dir. 10 il sonra onların yaşları cəmi deyirsə, 10 il Ömərin də yaşının üstünə gələcək. Olacaq Ömər üstə gəl 10. Nərmin də yaşının üstünə 10 il gələcək. Onların yaşları cəmi neçə olacaq? Deməli, Ömərlə Nərmin yaşları cəmi 31-dir. 10 il sonra da 20 olacaq. Üstünə 20 bərabərdir 51. 13-də 51 var. A variantına uyğundur. Sonra 14. Ana və 2 uşağının yaşları cəmi 38-dir. 4 il sonra onların yaşları cəmi neçə olacaq? Anadır və 2 uşaq. 2 uşaq. 1 uşaq. Yəni ikinci uşaq. Oldu neçə nəfər? 3 nəfər. 1 nəfər, 2 nəfər, 3 nəfər. 3 nəfərin yaşları cəmi 38-dir. Deməli, 3 nəfərin sayı yaşları cəmi 38-dir. 4 il sonra. 4 il sonra ananın da 4 yaşı artır. Birinci uşağın da bu 4 yaşı artır. Üstə gəl. İkinci uşağın da 4 yaşı artır. Deyir, bunlar neçə olacaq? Bizə verib ana və 2 uşağının yaşları cəmi 38-dir. Ana, uşaq 1, uşaq 2. 38. Üstə gələrik. 3 dənə 4-ü, yəni 12-ni. Bu da bizə verəcək 50. Demək, yaşları cəmi 4 ildən sonra olacaq 50. Bu da bizə B variantına uyğundur. Sonra 15. Baba ilə 4 nəvəsinin yaşları cəmi 78-dir. 2 il sonra onların yaşları cəmi neçə olacaq? Babadır və 4 nəvəsi var. Cəmi neçə nəfər oldu? 5 nəfər. Nəvə 1, nəvə 2, nəvə 3, nəvə 4. Neçə nəfər oldu? 1, 2, 3, 4, 5 nəfər. Bunların da yaşları cəmi. Deyir ki, 78-dir. 2 il sonra babanın da 2 yaşı artacaq. Nəvə 1-in də, nəvə 2-nin də, nəvə 3-ün də, nəvə 4-ün də həmının 2 yaş artım olacaq. Onda nə olacaq? 78-in üstünə gəlirik. 5 dəfə 2, 10'u. Bu da bizə 88 verəcək. Bu da Y variantına uyğundur. 16. 3 bacının bugünkü yaşları cəmi 44'dür. 7 il sonra onların yaşları cəmi neçə olacaq? Bugün, yəni indi. İndi 3 bacının yaşları cəmi 44'dür. Bacı 1, üstə gəl, bacı 2, üstə gəl, 3-cü bacı. Cəm deyir 44'dür. 7 il sonra
Birinci bacında 7 yaş artacak. İkinci bacı 7 yaş artacak. Üçüncü bacında 7 yaş artacak. Bu 44'ün de üstüne gelirik. 3 vur 7'ni. Bu da olacak 44. Üste gel 21. Bu da bize verir 65. Deməli olacak 65. Bu da D variantına uyğundur. Sonra 17. 4 qardaşın yaşları cəmi 34'dür. Neçə il sonra onların yaşları cəmi 54 olar. 4 qardaşdır. Qardaş 1, üstə gəl qardaş 2, üstə gəl qardaş 3, üstə gəl qardaş 4. Deyir ki, cəm 34'dür. Neçə il sonra onların yaşları cəmi 54 olar. Hər birinin üstünə bir də x il gəlir. X il. X il eyni il qədər artar da. Onda olar 4x üstə gəl 34 bərabərdir 54. Onda 4x bərabər 54'dən 34 çıxanda 20. X də bərabərdir 5. Deməli 5 il sonra onların yaşları cəmi 54 olar. 5 il sonra. Bu da bizə D variantına uyğundur. 18. Fatma və Ayselin yaşları cəmi 49'dur. 14 il sonra onların yaşları cəmi neçə olacaq? Deməli 18. Fatma və Aysel 2 nəfərdir. Fatma üstə gəl Ayselin cəmidir 49'dur yaşları cəmi. 14 il sonra Fatmanın da 14 yaşı artacaq. Ayselin de 14 yaşı artacaq. Onda nə olacaq? 49 üstə gəl 2 vur 14. Bu da bizə verər 49 üstə gəl 28. Bu da bərabər 77. Deməli 77 olacaq yaşları cəmi. Bu da A variantına uyğundur. Sonra 19. 4 qardaşın 5 il əvvəlki yaşları cəmi 19 idi. Bu 4 qardaşın hal-hazırda, yəni indi yaşları cəmi neçədir? 4 nəfərdir, 4 qardaşdır. Yenə qardaş 1 üstə gəl qardaş. Deməli qardaş 2 4 qardaşdır. Üstə gəl qardaş 3 üstə gəl qardaş 4. Bunların yaşları cəmidir 19'dur. 5 il əvvəl, indi 5 il sonra keçir də. Hər birinin üstünə 5 gəlirik. Qardaş 1'in də üstünə 5 gəlirik. 2'nin də 3'ün də 4'ün də. İndi bunu istəyir. Bu əvvəl 19 idisə, hal-hazırda da olacaq 19'un üstünə gələcək 4 dənə 5'i. Yəni 19 üstə gəl 20. Bu da 39 verəcək. 39 da B variantına uyğundur. Sonra 20. 3 qardaşın 4 il əvvəlki yaşları cəmi 23 idi. 3 qardaşdır. Qardaş 1 üstəyə qardaş 2 üstəyə qardaş 3. Yaşları cəmi 23 idi 4 il əvvəl. 2 il sonra onların yaşları cəmi neçə olacaq? İndikini əvvəl tapırıq. İndi isə hər birinin üstünə 4 il gəlirik. Əvvəl cəmi 23 idi. İndi tapmaq üçün 3 qardaşı vuruq 4'ə. Bu da bizə verir 23 üstə gəl 12. Bu da olacaq 35. İndi demək yaşları cəmi 35'dir. 2 il sonra onların yaşları cəmi neçə olacaq? 35'in də üstünə gəlirik. 3 qardaşdır. 3 vur 2. 2 il sonra hər üçündə 2 yaş artım olacaq. Bu da olacaq 35 üstə gəl 6. Bu da 41 verir. Demək olacaq 41 A variantı. Sonra 21. Firuz doğulanda anası 24 yaşında idi. Anası Firuzdan neçə yaş böyükdür?
24 yaş böyükdür. Çünki doğulanda anasının 24 yaşı var idi. Yaş fərqi 24'tür. C variantı. 22. 22. Əli dostundan deyil 12 yaş böyükdür. 3 il sonra Əlinin yaşı onların yaşları fərqindən 2 dəfə çox olacaq. Bugün Əlinin dostu neçə yaşındadır? Əli dostundan 12 yaş böyükdür. Yəni 50 bərabər dostu üstəgəl 12. Yəni yaş fərqləri 12'dir. 3 il sonra Əlinin yaşı 3 il sonra Əlinin yaşı onların yaşları fərqindən 2 dəfə çox olacaq. Yəni yaşları fərqi 12'dir. 2 dəfə çox olacaq. Yəni 50 üstəgəl 3 bərabər 24 olacaq. Onda 50 bərabər 21'dir. Bugün Əlinin dostu neçə yaşındadır? 50 21 yaşı, yaş fərqləri də 12'dirsə, onda dostu da bərabər olur 21 çox 12. Bu da bizə 9 verəcək. Bu da A variantına uyğundur. 23. 1995-ci ildə Həsən Vüsaldan 7 yaş kiçik idi. 2020-ci ildə isə Həsən 35 yaşında olacaqsa, Vüsal neçə yaşında olacaq? Deməli, Həsən Vüsaldan 7 yaş kiçikdirsə, onların yaş fərqləri 7'dir. Həmişə də 7 olacaq. 1995-ci ildə də, 2005-ci ildə də, 2020-ci ildə yaş fərqi dəyişmir. Deməli, Həsənin 35 yaşı olanda Vüsal Həsəndən 7 yaş böyükdür. Ona görə Vüsalın da olacaq 35 üstəgəl 7. Bu da 42. Deməli, Vüsalın neçə yaşı olar? 42 yaşı olar. Bu da C variantına uyğundur. 23'də. Sonra 24. 24'ə baxaq. 2002-ci ildə Rauf qardaşından 10 yaş böyük idi. 2010-cu ildə isə 2 dəfə böyük oldu. Raufun təvəllüdünü tapın. Burada da Rauf qardaşından 10 yaş böyükdür. Yazırıq Rauf və qardaşı. Qardaşı x-nə işarə etsək, Rauf olacaq x üstəgəl 10. Yəni 10 yaş böyükdür qardaşından. Deməli 2002 ilə 2010 arasında 8 il fərq var. Deməli 2010-cu ildə Rauf da 8 yaş böyüyəcək, qardaşı da 8 yaş böyüyəcək. Qardaş olacaq x üstəgəl 8, Rauf da olacaq x üstəgəl 18. Deyir 2010-cu ildə isə 2 dəfə böyük olar Rauf. Deməli olacaq Rauf nədir? X üstəgəl 18 bərabərdir 2 vur x üstəgəl 8. X üstəgəl 18 olduğu kimi qalır. Mötərizəni atsa 2x üstəgəl 16. X'ləri bir tərəfə keçirsə 2x'dən x çıxsaq x. 18'dən 16 çıxsaq 2. Deməli qardaşın 2 yaşı var idi. Qardaşın 2 yaşı olub 2002-ci ildə. ...2010-cu ildə isə x üstəgəl 8. Bizə lazımdır ki, Rauf neçə yaşı var idi? Qardaşın 2 yaşı varsa, Rauf da ondan 10 yaş böyükdür. Raufun da yaşı olacaq 2 üstəgəl 10, 12. Deməli, Raufun da 12 yaşı var idi. 2002-ci ildə. Bunların hər ikisi 2002-ci ildə yaşlarıdır. Təvəllüdü istəyirsə, 2002-ci ildə 12 yaşı varsa, 12 çıxsaq, bu da bizə 1990 edəcək. Demək, Raufun təvəllüdü 1990-cı ildir. Bu da uyğundur D variantına. Sonra 25. 2015-ci ildə Vüqarın yaşı dostunun yaşından 5 dəfə çox idi. 2020-ci ildə isə 3 dəfə çox olur. Vüqarın təvəllüdünü tapın. Yazırıq Vüqar və onun dostu. Dostu x kimi işarə etsə, Vüqar olar 5 dəfə çox. Yəni 5x. 2015 ilə 2020 arasında 5 il yaşları artıb. Üstünə gəlsə 5. Hər ikisinin 5 yaşı artır. 2020-də isə deyir 3 dəfə çox olub Vüqarın yaşı. Onda olacaq x üstəgəl 5 vur neçə idi? 3.
Vur 3 bərabər olar. Vüqarın yaşı 5 üstə gəl 5x üstə gəl 5. Deməli bunları atsaq 5x çıx 3x bərabər olacaq 15x çıx 15 çıx 10. 15 çıx 5. Olacaq 2x bərabərdir 10, x də bərabər 5. Deməli dostunun 5, Vüqar da ondan 2 dəfə çoxdur. 5 dəfə çoxdur. 25. Vüqarın da 25 yaşı var. Nə vaxt? 2015-ci ildə. Deyir Vüqarın təvəllüdünü istəyir. 2015-ci ildə 2015-ci ildə Vüqarın 25 yaşı varsa, təvəllüd tapmaq üçün 2015-dən 25-i çıxırıq. 25'i çıxırıq. Bu da bizə yenə 1990 verəcək. Bu da D variantına uyğundur. 25'də D variantı. 26. Nərmin ilə atasının yaşları cəmi 42. Yaşları fərqi 18-dirsə, Nərminin hal-hazırda neçə yaşı var? Yəni indi neçə yaşı var? Nərmin ilə atasının yaşları cəmi deməli 26-da. Nərmin üstə gəl atası bərabərdir 42. Yaşları fərqi isə Nərmin ata çıx Nərmin bərabərdir 18. Nərminin yaşını istəyir. Tərəf-tərəfə toplasaq olacaq 2 Nərmin bərabərdir 60. Nərmin bərabərdir 30. Deməli Nərminin indiki yaşı 30'dur. Tapdıq C variantı. 27. Ana ilə qızının yaşları cəmi 55. Yaşları fərqi isə 25'dir. Deməli ana üstə gəl qızı bərabər 55. Ana çıx qızı bərabərdir 25. Neçə il sonra ananın yaşı qızının yaşının 2 qatından 5 vahid az olur. Ananın yaşı deyir neçə ildən sonra. Ananın yaşı bərabər olacaq. Qızının yaşının, qızda x qədər. 2 qatından 5 vahid. İşte gəl 5 az olar. Az olar, yəni çıx. Deməli burada tərəf-tərəfə toplasaq olacaq 2 ana bərabərdir 55 ya da 25 80. Onda ana bərabər olar 40. Ana 40'dırsa deməli açsaq 40 üstə gəl x bərabərdir qız üstə gəl x vurulsun 2 çıx 5. Buradan açsaq olacaq 2 qız üstə gəl 2x çıx 5 bərabərdir 40 üstə gəl x. Deməli olacaq 2 qız bərabərdir 40'ın üstünə 5 gəlir 45 çıxılsın x. Deməli biz buradan qızı tapa bilirik də. Ananı tapdıq 40. Qız nə olacaq? 55 çıx 40. Qız da olacaq 15. Buradan qızın yerinə 15 qoyaq. İli tapa bilərik. 2 vur 15 bərabər 45 çıx x. Deməli x də bərabər 45 çıx 30. Bu da 15 edir. Deməli 15 il sonra. 27'də neçə tapdıq? 15. 15 il sonra. Bu da bize D variantını verir. 27'də D variantı oldu. Sonra 28. 4 il əvvəl Tahir Aysel'dən 8 yaş böyük idi. 12 il sonra Tahir Aysel'dən neçə yaş böyük olacaq?
4 il əvvəl necə Tahir Aysel'dən 8 yaş böyük idisə, 12 il sonra, lap 15 il, 20 il sonra da yaş fərqi dəyişməyəcək. 8 yaş böyük olacaq. Bu da D variantına uyğundur elə. 8 yaş. 28-də D variantı. Yaş fərqi heç vaxt dəyişmir. 29. Ana və əkiz övladlarının yaşları cəmi 44-dür. Anadır, əkiz övladına da 2 nəfər. Deməli, cəm oldu 3 nəfər. Ana üstə gəl. Övlad 1, övlad 2. Yaşları cəmi 44-dür. Neçə il sonra onların yaşları cəmi 140 olar. Hər üçünə eyni il gəlirik. Bunların cəminin olar 3x üstə gəl 44 bərabər 140. Buradan da 3x bərabərdir 144. 140'dan 44 çıxsa eləcə 96. Bizə də verəcək x bərabərdir 32. 32 bu da A variantına uyğundur. 32 il sonra. Sonra 30. 30'a baxırıq. 4 qardaşın yaşları cəmi 34'dür. Neçə il sonra onların yaşları cəmi 54 olar. 4 qardaş deyirsə, hər birinin üstünə 4 il gəlirik. 4x gəlir. Yəni hərəsinə x qədər yaş artır. 4x də gəl. 34 bərabərdir 54. 4x bərabərdir 54. 34 çıxanda 20. X də bərabərdir 5. Deməli, 5 il sonra onların yaşları cəmi 54'dür. Bu da D variantına uyğundur 34. 31. Sənan Uğurdan 2 yaş böyükdür. 4 il sonra onların yaşları cəmi 24 olacaq. Sənanın indi neçə yaşı var? Sənan bərabərdir 2 üstə gəl Uğur. Yəni Uğurdan 2 yaş böyükdür. 4 il sonra onların yaşları cəmi 24 olarsa. 4 il sonra Sənanın da 4 yaşı artacaq. Uğurun da 4 yaşı artacaq. Deyir yaşları cəmi olacaq 24. Buradan Sənan üstə gəl Uğur bərabər 24 çıx. Bu 4 ilə 4'ün cəmi, yəni 8 bərabər 16. Buradan da Sənanın yerinə əvəzləmə aparsa 2 Uğur üstə gəl Uğur yazsaq burada olacaq 16. 2 Uğur bərabər 16'dan 2 çıxanda 14. Demək Uğurun da olar 7 yaşı. Uğurun 7 yaşı olar, Sənan neçə yaşı olar? 2 üstə gəl 7, 9 yaşı olacaq. Bu da bizdə Y variantına uyğundur 31'də. 32. Anarın 3 yaşı olanda qardaşının yaşı Anarın yaşından 3 dəfə çox idi. Anarın 15 yaşı olarsa qardaşının neçə yaşı vardır? Deməli, Anarın 3 yaşı olanda qardaşının yaşı Anarın yaşından 3 dəfə çox idi. Deməli, qardaşın yaşı bərabər idi. Anarın yaşı vur 3. Yəni, bu 3 vur 3 bərabər 9. Demək, Anarın 3 yaşı olanda qardaşının 9 yaşı var. Demək, yaş fərqi nə qədərdir onlarda? 9 çıx 3 bərabər 6 yaş fərqi var. Demək, qardaşı Anardan 6 yaş böyükdür. Deyir, Anarın 15 yaşı olanda qardaşının neçə yaşı var idi? Yaş fərqi 6-dırsa, Anarın 15 yaşı olanda qardaşının da yaşı olacaq 15 üstə gəl 6. Yəni 21. 21 var, C variantına uyğundur. 33'də atanın yaşı 3 il yaş fərqi ilə anadan olan 4 uşağının yaşları cəminə bərabərdir. Atanın 54 yaşı olduğuna görə kiçik uşaq neçə yaşındadır? Deməli, 3 il fərq var. Birinci qardaş N'dir. İkinci N plus 3. Üçüncü N plus 6. 3 artır. Dördüncü N plus 9. Bu da bərabərdir 54'ə. Deməli, neçədir? 4N bərabərdir 54 çıxılsın. 3 də yaldı 9. O da 9, 18. Olacaq
4n bərabərdir 54-də 18 çıxanda eləyəcək 36. N də bərabər 9. Deməli n 9-dursa, birinci qardaşın 9 yaşı var. 3 il fərq var aralarında. İkinci qardaş n 9 + 3 12. Üçüncü qardaş 9 + 6 15. Dördüncü qardaş 9 + 9 18. İndi bizdən nə istəyir? Kiçik uşaq neçə yaşı var? Kiçik uşağın da 9 yaşı var. Bu da A variantına uyğundur. 9 A variantı. Sonra 34. 34'e baxaq. Bir ananın 24 yaşı olanda əkiz övladları anada olmuşdur. Əkiz övlad nədir? 2 dənə uşaq. Deməli, uşaqlardan 24 yaş böyükdür. Yaş fərqi 24'dür. Neçə ildən sonra ananın yaşı uşaqların yaşları cəminə bərabər olar? Yaş fərqləri 24'dür. Neçə ildən sonra ananın yaşı bərabər olar uşaqların yaşları cəminə? Uşaq 1 üstə gəlir uşaq 2. Ananın da 24 yaşı var. Deməli, burada uşaqların 12 yaş olanda 12 üstə 12 24. 12 ildən sonra ananın yaşı uşaqların yaşları cəminə bərabərdir. Bu da bizə A variantını verir. 34. Ananın 24 yaşı olanda əkiz övladları anada olmuşdur. Neçə ildən sonra ananın yaşı uşaqların yaşları cəminə bərabər olar? Deməli, ana 2 əkiz uşağından 24 yaş böyükdür. Yaş fərqi 24'dür. Neçə ildən sonra ananın da x ildən uşaqlar da 2 dənədir, vur x. Buradan x bərabər 2x-dən x çıxanda x eləyir, bərabər 24 eləyir. Deməli, 24 ildən sonra ananın yaşı uşaqların yaşlarının cəminə bərabərdir. Həqiqətən də ananın 24 yaşı var. Üstə 24 olanda 48 eləyəcək. 24 ildən sonra uşaqların da hərəsinin 24 və 24 yaşları olur. Onların da cəmi 48 edir. Həqiqətən bir-birinə bərabər olmuş olur. 24 C variantına bərabərdir. 35. Ananın 26 yaşı olanda 3 övladı, yəni 3 dənə uşağı anada olmuşdur. Neçə ildən sonra ananın yaşı uşaqların yaşları cəminə bərabərdir? X ildən sonra üç dənə demək 26 üstə gəl x. 3 vur x. 3 uşaq hərəsi ananın da x yaş artır, uşaqların da x yaş artır. Neçə ildən sonra ana yaşı uşaqların yaşları cəminə bərabər olacaq? Buradan da 3x-dən x çıxsa 2x bərabər 26. X də bərabər 13 olur. Deməli, 13 ildən sonra ananın 26 yaşı varsa 13 ildən sonra ananın neçə yaşı olar? 26 üstə gəl 13. Bu da neçə verir? 39. Həqiqətən də 3 dənə övladın 13 üstə gəl 13 üstə gəl 13 toplasaq yenə 39 eləyər. Yəni ananın yaşına bərabər olacaq. Həqiqətən də 13 ildən sonra. Bu da bizə verir C variantı. Sonra 36. Ana ilə oğlun yaşları cəmi 63'dür. Ana üstə gəl oğul 63'dür. Oğul doğulduqda ananın 33 yaşı var idi. Demək, ana oğuldan 33 yaş böyükdür. Yaş fərqi 33'dür. Oğlun hal-hazırda neçə yaşı var? Ananın yerinə 33'də oğul yazsaq, 33 üstə gəl oğul. Bir dənə də bu oğul, üstə gəl oğul, bərabər 63.
2 oğul bərabərdir. 60'dan 33 çıxanda 30. Onda oğul da bərabər 15. Deməli, oğulun neçə yaşı var? 15 yaşı var. Bu da A variantına uyğundur. Sonra 37'ye baxırıq. 37'də. 3 qardaşın yaşları cəmi 16'dır. 2 ildən sonra onların yaşları cəmi atalarının yaşının yarısı olarsa atanın hazırda neçə yaşı var? 3 qardaşdır, yaşları cəmi 16'dır. Qardaş 1 üstəgəl qardaş 2 üstəgəl qardaş 3 bərabər 16. 2 ildən sonra onların yaşları cəmi 2 ildən sonra hər üçünə 2 il artırılır. Olacaq 2 vur 3, 3 nəfərdir. Üstəgəl 16. Cəmi ataların yaşının yarısına bərabər olar. Bərabərdir ata böl 2. Burada atanın neçə yaşı olacaq? Deməli 6 üstəgəl 16 eləyir. Ata böl 2 bərabərdir. 6 üstəgəl 16 22. Ata da bərabər olar. Çarpaz vursaq 22 vur 2 44. Deməli atanın hal-hazırda neçə yaşı var? 44. Bu da B. 38. Orxan 28, Ümid 12 yaşındadır. Neçə il sonra Orxanın yaşı Ümidin yaşından 2 dəfə çox olar. Deməli, Orxanın yaşı 28'dir. Üstəgəl x yaş keçdikdən x il keçdikdən sonra Ümidin də üstəgəl x eyni il keçir. 2 dəfə böyük olacaq. Deməli, buradan Orxanın yaşı deməli Ümidin yaşına 2 dəfə böyük olacaq. Açsaq mötərizəni 24 üstəgəl 2x bərabərdir. 28 üstəgəl x. 2x-dən x çıxanda x. 28-dən 24 çıxanda 4. Deməli 4 ildən sonra Orxanın yaşı Ümidin yaşından 2 dəfə çox olacaq. Bu da C variantına uyğundur. 39. Ananın 35, qızın isə 9 yaşı var. Neçə ildən sonra ananın yaşı qızının yaşının 3 misli olar? Yəni ananın yaşı 35 üstəgəl x il bərabər olar 9. Yəni qızın yaşı üstə x il. Hər ikisinin yaşı x il qədər artır. Ananın yaşı qızın yaşından 3 dəfə çox, 3 misli olardı. Yəni 3 dəfə çox olur. Burada da mötərizə atsaq 3x üstəgəl 27 bərabərdir x üstəgəl 35. 3x-dən x çıxanda 2x. 35'dən də 27 çıxsaq 8 eləyəcək. X də bərabər 4. Deməli 4 ildən sonra ananın yaşı qızın yaşının 3 misli olar. Yəni 3 dəfə çox olar ananın yaşı. Bu da A variantına uyğundur. 40. Ananın 38, qızın isə 8 yaş, 6 yaşı var. Neçə ildən sonra ananın yaşının qızın yaşına nisbəti 3'ə bərabər olacaq. Deməli, ananın yaşı 38'dir. X il keçir. Bölünsün. Qızın da 6 yaşı var. Yəni x il keçir. Bərabər olacaq. Ananın yaşının qızın yaşına nisbəti. Üçə bərabər olacaq yəni. Buradan çarpaz vursaq olacaq 3 vur 6. 18 üstəgəl 3 vur x. 3x bərabərdir 38 üstəgəl x. 3x-dən x çıxanda 2x bərabərdir 38-dən 18 çıxanda 20. X də bərabər 10. Deməli 40-da 10 ildən sonra ananın yaşı qızın yaşının nisbəti 3'ə bərabər olacaq. 10 ildən sonra da D variantı. 41. Ananın yaşı 48, 2 qızının yaşlarının cəmi 6'dır. Neçə il sonra ananın yaşı qızlarının yaşları cəmi 2 dəfə çox olur. Ananın yaşı 48'dir. Qızlarının yaşları cəmi isə 6'dır. Yəni birinci qız, ikinci qız cəmi 6'dır. Neçə il sonra deyirsə, yəni bu qızların cəmi üstəgəl 2 nəfər 2x. Yəni ikisinə də
eyni il qədər gəlməliyik. Olacaq. Bərabərdir 48 üstə gəl x. 2 dəfə böyük olsun. Onda burada mötərizə açsaq 12 üstə gəl 4x bərabər 48 üstə gəl x. 4x-dən x çıxanda 3x, 48-dən 12 çıxanda 36. X də bərabər 12. Deməli 12 ildən sonra ananın yaşı qızların yaşları cəmi 2 dəfə çox olar. Bu da bizə B variantına uyğundur. 42. 42'ye baxırıq. Ümidin yaşı Orxanın yaşının 3 mislindən 2 vahid kiçikdir. Ümidin yaşı bərabərdir Orxanın yaşının 3 vur Orxan 3 mislindən 2 vahid kiçikdir. Çıx 2. Onların yaşları cəmi 62'dir. Ümid üstə Orxan bərabərdir 62. Ümidin neçə yaşı var? Əvəzləmədən istifadə edilir. Ümidin yerinə yazsaq 3 Orxan çıx 2 bərabərdir Orxan üstə gəl Orxan bərabər 62. Bunu götürüb qoyuruq da bunun yerinə. Onda olacaq nə? 3 Orxan üstə Orxan 4 Orxan bərabərdir 62'nin üstünə 2 gələndə 64. Orxan bərabər olar 16. Demək Orxanın 16 yaşı var. Onda Ümidin neçə yaşı olar? Ümid bərabərdir 62 çıxsın Orxanın yaşı, yəni 16. Da Ümid bərabər olacaq 62'dən 16 çıxanda 46. Deməli Ümidin neçə yaşı olar? 46. Bu da C variantına uyğundur. Sonra 43. Günelin yaşı Suranın yaşının 3 mislindən 1 vahid çoxdur. Günelin yaşı Suranın yaşının 3 mislindən, yəni 3 vur 1 vahid böyükdür. Üstə gəl 1. Günel və Suranın yaşları cəmi. Günel üstə gəl Sura bərabər 49. Günel neçə yaşındadır? Yenə əvəzləmədə Günelin yerinə yazarıq. Sura vur 3, üstə gəl 1, üstə gəl Sura bərabərdir 49. Buradan 3 Sura üstə gəl 1 Sura 4 Sura bərabər 49'dan 1 çıxanda 48. Deməli Sura bərabər olar 48 böl 4 12. Bizdən nə istəyir? Günel istəyir. Sura 12 isə Günel Suranın yerinə 12 qoysaq Güneli tapa bilərik. Günel də bərabər olar 49 çıx Sura. Yəni 49 çıx 12. Onda Günel də bərabər olacaq 37. 37 də C variantına uyğundur. 44. Vəfanın yaşı Tahirin yaşının 2 mislindən 3 vahid kiçikdir. Onların yaşları cəmi 24 olduğu məlumdursa, onların yaşları fərqini tapın. Deməli, Vəfanın yaşı bərabərdir Tahirin yaşının 2 misli, yəni 2 vur Tahir 3 vahid kiçik, yəni çıx 3. Onların yaşları cəmi, yəni Vəfa ilə Tahirin yaşları cəmi 24 olarsa, onların yaşları fərqini istəyir. Deməli, burada Vəfanın yerinə burada 2 Tahir çıx 3, üstə gəl Tahir bərabər 24 yaza bilərik. 2 Tahir üstə gəl Tahir olar 3 Tahir bərabər 24'ün üstünə 3 gələndə 27. 27'ni 3'ə bölən 9. Deməli, Tahirin 9 yaşı var. Onda Vəfanın neçə yaşı olar? 24 çıx Tahir, yəni 24 çıx 9. Bu da verir bizə 15. Deməli, Vəfanın 15, Tahirin 9 yaşı var. Onların yaşları fərqini istəyir. 15 çıx 9, 6 vermiş olacaq. Yaşları fərqi 6. Bu da D variantına uyğundur. 45. Fuadın yaşı Fazilin yaşının 4 mislindən 18 vahid kiçikdir. Misil deyəndə vururuq. Deməli, Fuad bərabərdir 4 vur Fazil çıxsın 18.
Onların yaşları cəmi 22-dir. Yəni Fuad üstəgəl Fazil bərabər 22 olduğu məlumdur. Onların yaşları fərqini istəyir yenə. Demək, yəni Fuadın yerinə 4 Fazil üstəgəl çıx 18 üstəgəl Fazil bərabər 22. 4 Fazil üstəgəl 1 Fazil olur. 5 Fazil bərabər 22 üstəgəl 18 40. Fazilin deməli neçə yaşı var? 40 böl 5 8. Fazilin 8 yaşı varsa burada 8 yazsaq Fuadın neçə yaşı olar? 22 çıx 8. Bu da bizə verir 14. Deməli Fuadın da 14 yaşı. Onların yaş fərqlərini istəyir. Yaşları fərqi 14 çıx 8 6 olacaq. Demək yaşları fərqi 45-də D variantı 6. Sonra 46-ya baxırıq. 46-da. Tural ilə Toğrulun yaşlarının fərqi 27-dir. Tural çıx Toğrul bərabərdir 27. Turalın yaşı Toğrulun yaşının 5 mislindən 5 vaid azdırsa. Turalın yaşı bərabər Toğrulun yaşı vur 5 çıx 5. Turalın neçə yaşı var? Deməli burada Turalın yerinə yazsaq bu ifadəni burada yazsaq olacaq Toğrul vur 5 çıx 5 çıx Toğrul bərabər 27. 5 Toğruldan 1 Toğrul çıxanda 4 Toğrul bərabər 27-nin də üstünə 5 gəlirik. 32. Toğrulun neçə yaşı var? 32 böl 4 8. Onda Toğrulun 8 yaşı varsa Turalın neçə yaşı olar? Deməli Toğrul 8 isə Turalın neçə yaşı var? 27 üstəgəl 8. Tural da bərabər 27 üstəgəl 8 35. Deməli 35 yaşı var Turalın. Bu da Y variantına uyğundur. 47. Alinin yaşı Sonanın yaşının 3 mislindən 3 vahid azdır. Alinin yaşı bərabərdir. Sonanın yaşı vur 3 çıx 3. 3 il sonra onların yaşları cəmi 27 olacaq. 3 il sonra Alinin də 3 yaşı artacaq. Üstəgəl Sonanın da 3 yaşı artacaq. Cəmdir 27 olacaq. Onda Alin üstəgəl Sona bərabərdir. 27-nin 6 çıxsa 21. Buradan Alinin yerinə 3 Sona, 3 vur Sona, 3 çıx Sona, üstəgəl bu Sona bərabər 21. 3 Sona üstəgəl Sona eləyir 4 Sona bərabərdir. 21-dən üstünə 3 gələndə 24. Sonanın demə neçə yaşı var? 24 böl 4 6. Sona 6 indi neçə yaşı var? 6 yaşı var. Bu da A variantına uyğundur. 49. Daha doğrusu 48. Atanın 34, qızının 6 yaşı var. Neçə il sonra atanın yaşı qızının yaşının 3 dəfə çox olur. Deməli, ata üstəgəl x neçə il sonra atanın yaşı qızının yaşının 3 dəfə çox olur. Buradan ata 34'tür. Əvvəl mötərizəni açaq. 3 vur qız. Üstəgəl 3 vur x. X burada ildir. Bərabər a üstəgəl x. Qızın yerinə 6 yazsaq 3 vur 6 üstəgəl. Atanın da yerinə 34 yazsaq. 3 vur x olduğu kimi qalır. Ata da 34 üstəgəl x. Demək 3x-dən x çıxanda 2x. 34'ten de 18 çıxırıq. Bu da bize 16. Onda 2x bərabər 16, x də bərabər 16 bölü 2 8. Deməli neçə ildən sonra? 8 ildən sonra. A variantına uyğundur 48'də. 49. Ananın yaşı 38. 2 uşağının yaşları cəmi 13'tür. Neçə il sonra ananın yaşı uşaqların yaşları cəmi 2 misli olur. Ananın yaşı üstəgəl x neçə ildən sonra. Ananın yaşı neçə il? Ananın yaşı
Uşaqların yaşları cəminin 2 misli olar. Uşaqlar da nədir? Uşağın biri üstəgəl uşağın ikisi üstəgəl 2x vurulsun 2. Vurulsun 2. Ananın yaşı deyir 38'dir. 2 uşağın yaşları cəmi də deyir ki, neçədir? 13. Üstəgəl x bərabər 2 vur 13 üstəgəl 2x. Burada mötərizə atsaq 2 vur 13. Eləyəcək neçə? 26 üstəgəl 2 vur 2x 4x bərabərdir 38 üstəgəl x. Demək 4x-dən x çıxanda 3x 38-dən də 26 çıxanda 12. X bərabər 4. Deməli 4 ildən sonra. Bu da D variantına uyğundur. 50. Aynurun 18, Aytənin 10 yaşı var. Neçə il sonra onların yaşları cəmi 40 olacaq. Aynur da x yaş qədər artacaq. Aytən də x yaş qədər artacaq. Yaşları cəmi 40 olacaq. Deməli Aynurun 18 yaşı var. Üstəgəl x, üstəgəl Aytənin də 10 yaşı var. Üstəgəl x bərabər 40. X üstəgəl x 2x. 40-dan da çıxacaq 18 üstəgəl 10 28. 2x bərabərdir 40-dan 28 çıxanda 12. X də bərabər 6 qalır. Deməli 6 ildən sonra. Bu da D variantına uyğundur 6. 50-də D variantı.